Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugünkü 26-cı ildə növbəti tədris ilində işıq üzü görən bizim FN3 kitabımızla sizi tanış edəcəyik. Nağara notların müəllifi Cəfərli Hüseyn Ədalətoğlu, fortepiano notları işləyən Səmədova Çinara Oqtay qızı birgə işləməmizdə o demək deyil ki, Çinara xanım sadəcə piano notlarını işləyib və yaxud da köçürüb. Burada böyük bir əziyyət var. Çinara xanım elə nağara partiyalarına da əl gəzdirib. Yəni biz birgə işləmişik bu kitabı. Xüsusən pianist olduğu üçün piano partiyalarında xüsusi əziyyəti var, danılmaz əziyyəti var. Allah razı olsun. Bizim birgə fəaliyyətimiz inşallah davam edəcək. Bir çox əsərlərdə çox kömək eləyir mənə. Allah razı olsun. Bu da bizim birgə kitabımızdır onsuz da və əmr olaraq da birgə verilib. Müəlliflər olaraq da Cəfərli Hüseyn Ədalətoğlu, Səmədova Çinara Oqtay qızı göstərilmişdir. Rəiçilərimiz isə hamısı nağara ifaçılarıdır gördüyünüz kimi. Bu FN3 kitabımız FN1, FN2-dən sonra 3-cü versiyadır. Burada da ön sözlə başlayır və digər məlumatlar var. Gəlin vaxt itirməyək, tez bir mündəricatına baxaq, ümumi kitab haqqında məlumatlanaq. Demək, mündəricatda gördüyümüz kimi ön söz və digər nəzəri informasiyalar. Sonra müqəddimə Üzeyir Hacıbəyov 40-cı səhifədə bu Koroğlu uvertürasından bildiyimiz müqəddimə deyə dərəram babam babam dədam. Bu bildiyimiz sadəcə daha çətin versiyada yazılmışdı. Orkestrovka partiyaları kimi köçürülməmişdi də belə deyək. Baxın, Koroğlu operasından müqəddimə sadəcə nağara versiyası verilmişdi. Burada partiyalara baxsaz, yəni sadə orkestrovka deyil. Orkestr üçün çalınan və müqəddimə başqadır. Bu isə sırf ansambl üçün, nağara və fortepiano üçün nəzərdə tutulmuş iri, həqiqətən də iri həcmli bir əsərdir və sadəcə nağara partiyasında kitabda verilib ki, nağara ifaçıları üçün rahat olsun, 4 səhifə olmalıdır hardasa ki, rahatlıq təmin. Sonra Bağça Kürd, Adil Gəray 2 hissəli gördüyümüz əsər tam köçürülmüşdür. Fortepiano üçün işlənmişdi, nağara partiyaları yazılmışdı. Daha sonra nələr var, tez baxaq. Bağça Kürddən sonra Adil Gərayın növbəti Tarantella əsəri qaytağı xarakterində çox gözəl bir əsərdir həqiqi mənada, yəni ifa eləməyə dəyər. Bunların biləcəyim sizlərdə tanış ola bilərsiniz melodiyaları ilə. Çırpınırdı Qara Dəniz 2 formada asanlaşdırılmış versiyada var, sadə nağara hər ikisinin versiyası var. Bir də ki normal çətin, nisbətən çətin versiyada ifa var. Kən, bunu bir YouTube-a yazın, baxın. Bu əsər haqqında biz yuxarıda məlumatlar da vermişik. Çox gözəl, məşhur bir əsərdir. Çox məşhur əsərlərdən biridir. Kiçik bir gecə musiqisi Serenada Mozart'ın, yəqin ki bunu əzbər bilirsiniz. Elzə Simfoniya nömrə 40 Mozart'ın əzbər bildiyimiz melodiyalardan biridir. Sadəcə adlarını çoxunu bilmirik. Macar rəqsi Brahms'ın, Macar rəqsi sadəcə nağara, Sümük işləri Toby Fox, təbii ki oyundan olan bir melodiyadır. FN3 miximiz. Hər FN-lərdə bilirsiniz ki FN1-də FN1 miximiz mix 1 olur, mix 2 var idi, mix 3'dür. Bu da elə mixlər kimi çox maraqlı və çətin xarakterli bir şeydir və istifadə olunan ədəbiyyat siyahısı. Ümumilikdə həmişə kimi 11 əsər olmalı mən bilən. 11, 12 deyə belə bir şey, 11 olmalıdır əsər olaraq tək-tək. Amma çox maraqlı, çox gözəl əsərlər var daxilində. Məsləhət görərdim ki, hər kəs nəzərdən keçirsin. Amma müəllim, mən hardan bilim bu FM mix necə səslənir, necə çalınır nağara partiyaları, piano partiyasının səslənməsi necədir? Mən bunları hardan bilim? Biz artıq müasir dövrdə bildiyiniz kimi biz müasirliklə tam ayaqlaşırıq. Biz sizə hər cür şərait yaradırıq ki, tək ki siz not tədrisi ilə məşğul olasınız. Təbii ki, bunun üçün YouTube-a girmək lazımdır və YouTube-da FN3 playlistindən bütün bu gördüyünüz melodiyaların hamısını oxuda bilərik. Gəlin vaxt itirməyək, özümüz girək. Yazırıq YouTube, kəsir qoyuruq, ət işarəsi, Cəfərli Hüseyn, yəni bizim kanalımıza. Kanala girəndən sonra mahnı siyahıları bura seçirik, yəni playlistdə. Ən birinci görürsünüz burada FN3 dərs vəsaiti açılıb bunun üçün. Bizdə hamısı üçün, Aşım Mallan üçün açılmışdı, FN2 üçün də açılmışdı. Girirsiniz FN3 dərs vəsaitinin içinə. Və burada gördüyünüz kimi FN3 mix də var, melodiya ifa olunur və digər bütün əsərlərimiz var. İstənilən əsərin üzərinə basaraq onun melodiyası ilə tanış ola bilərsiniz, necə ifa olunur tanış ola bilərsiniz. Nağara səslərini, baraban səslərini, yəni ən azından tak, tuk eləyə tuta biləcəksiniz ki, necə ifa olunur və melodiyanı biləcəksiniz ki, bu sizə lazımdır, yoxsa yox. Ən rahat üsul. Yəni bundan rahat heç nə yoxdur. Hətta məşq eləmək üçün də uşaqlara verirsiniz. Bu playlistə girib
həmin əsəri buradan məşq edir. Qulaqcıq taxır qulağına məşq edir. Hətta baxın burada oxuma sürəti də normaldır. Dala çəkərək tempi azalda bilər və yaxud da çoxalda bilər ki, məşq prosesində ona ekstra mane yaranmasın. Yəni hər şey edirik ki, tək ki bu sahənin inkişafına nail ola bilək. Kitab haqqında məlumat əldə etmək istəyən, mündərizətə yenidən baxmaq istəyən və sair sualları olanlar mütləq şəkildə bizimlə əlaqə qursunlar. Hər kəsə uğurlar olsun. İnşallah axırıncı kitablarımızdan olsun. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a əmanət qalın.